Dünya Down sindromu günü ərəfəsində Daşsalnamə muzeyində Çərçivədən kənar adlı inklüziv incəsənət sərgisi açılıb. APA xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Alena Əliyeva, Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkili Səbinə Əliyeva, Milli Məclisin deputatları, mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər. Tədbir çərçivəsində Down sindromlu müəlliflərin rəsm əsərlərindən ibarət satış sərgisi təşkil olunub. Satış sərgisində əldə olunan vəsait tam şəkildə müəlliflərə təqdim edilib. Tədbirin bədii hissəsində inklüziv mövzusunda məhz bu tədbir üçün bəstələnmiş mahnı gənc ifaçı Əmrah Musayev və Down sindromlu şəxslərin birgə ifasında təqdim olunub. Bundan başqa, Down sindromlu iştirakçıların təqdimatında rəqs və musiqi nömrələri nümayiş etdirilib. Sərgidə təqdim olunan əsərlər tədbir ərəfəsində Yarat Müasir İncəsənət Mərkəzində keçirilən 2 günlük yaradıcılıq master klassları çərçivəsində hazırlanıb.